Salam Qəmər xanım, sizə suallarla gəlmişik. İlk sualımız, müştəriləriniz dodaq permanentinə gələn zaman dodaq boyasının rəngini siz seçirsinizmi, yoxsa müştəriləriniz? Əslində müştərinin də fikrini nəzərə alaraq dodaq teninə, dəri teninə, dodaq rənginə uyğun bir şeylər seçirik. Prosedurdan sonra dodaqlarda yara ola bilər? Ümumiyyətlə uçuq, yəni gerpes bir virusdur. O hər bir insanda var, amma elə insanda olur ki, yaranmaya bilər, elə insanda olur ki, yarana bilər. Nə zaman olur? Soyuq havalarda əgər immunitet zəifdirsə mütləq yaranır. Bunun qarşısını almaq üçün müəyyən preparatlardan istifadə edirik. Dodaq permanentində həcm vermək olur dodaqlara? Həcm vermək olur, sadəcə 1-2 mm artıq ola bilər. Çünki konturdan kənar çıxmıram qəti şəkildə. Əgər çox həcmli istəyirsinizsə, mütləqdir ki, kosmetoloqa müraciət edəsiniz. Bəs sağalma dövrü nə qədər olur? Əslində 3 gün ərzində qabıq tökmə baş verir, amma tam sağalma dövrü 1 ay çəkir. Çünki regenerasiya dövrü başlayır. 1 ay ərzində tam olaraq dodaqda boya yerinə oturur. Bəs Qəmər xanım, sizin ən sevdiyiniz prosedur hansıdır? Maraqlı sualdır. Əslində tüm prosedurları sevirəm. Dodağa ayrı bir sevgim var. Bir də təmiz qaşları çox sevirəm. Köhnə işləri örtməyi o qədər də sevmirəm, amma çox şükür ki, öhdəsindən gəlirəm.